Herkesi Macaristan'ın Zafer şəhərindən sağlamlayıram. Başqa rəqam olmalı, Bakı sahalarında Qafqan gələn yeni münasibətilə təbrik edirəm. İnşallah bu gələn 2024 hər birimiz üçün düşərli, uğurlu olsun, bol bərəkətli olsun. Xoş vaxtlar, ruhi olsun inşallah. Təşəkkürlər yanımda deyiləm, o ürəyi dinlərdiniz, sizi çox sevirəm. Rəqamın dünyalar qədər istədirəm, çox öpürəm, hər birimiz öpürəm, Bakı sahalarında başqa rəqam olmalı. Ayberlə restoranda işləyir, değil mi? Sağ olun. Seviləm! Çoxdur valla bu cürə ordu. Xoşbəxt müğənnilərimizdən, sevilən müğənnilərimizdən. Nəsə qoluna edib, hə? Ha, Rüfətdir, Rüfət bizim. Hardadır o? Sağın başı yeyibləri. Rüfət zəng edib bizə. Rüfət mənim salamlayırıq siz, buyurun. Tamam Aleyküm, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Tamam. Necəsiniz? Çox sağ olun. Rüfət, siz həyəcanlısınız deyəsən çox, hə? Doğrudur mu? Biraz. Yaxşında dərindən nəfəs alın, yığışın və sualınızı verin, buyurun. Sağ ol. Sual var yoxsa elə belə söhbət eləmək? Yox, mən səsini işlədim. Mən sadəcə Röya xanımla danışmaq. Röya xanım son atıyam. Can, hə, mən səni tanıyıram. Bəli, tanıyırsın. Aa, yaxşı, onda bir işarə verərsən. Ən çox sevdiyin mahnı hansıdır Röyanın ifasında Rüfət bəy? Düşürsən tez sesiyə. Oxuya bilirsən ama mahnı? Düşürsən tez yada, demirəm dosta yada. Olmaz sen sevdiğim, seven dünyada. Düşürsen tez yada, demirəm dosta yada. Öpüşürsən tez yada, demirəm dosta
yata olmuşsan sevdiğim seven dünyada. Bravo Rüya, teşekkürler Rüfət. Sağ ol Rüfət, sən Çox sağ ol bizə qoşulduğun üçün və Rüya ilə danışdığın üçün mən düşünürəm ki, o hiss edib təxminən bu kimdir və tanıyacaq.